Bax, sözün dozasıdır. Nə başa düşürsən, nə hiss edirsən, nə deməkdir bu sözün dozası? Sözün dozası da, yəni ki, ən belə Qışqırmaqla, söyməklə sən bunu tərbiyə edəməzsən. Tək oğlan olduğuma görə çox əzizləyiblər. Yəni o da ana tərəfdən olub, həmişə müdafiə edirdi məni. Amma atam çox ciddi adam olub. Bir qaşıq araq bunun, yəni orqanizminə getsə, bu adam heç burada rahat şəkildə oturamaz. Bu dəqiqə hardasa çöldə divişən edir. Azərbaycana narkotik necə keçir? Bir dənə həkim gəlsin, Azərbaycanın ən güclü həkimi desin ki, mən bir dənə narkomanı sağaltmışam, adam 2 ildə ayıqdır. Sözün dozası, sözün dozası. Bir stəkanımız da düşsün də qəşəng. minnətdarlığım var bu stəkana, bunu alan bəndiyə də. Əyla stəkandır. İlkin alıb, prodüserimiz, Əyla rejissorumuz. stəkandır. Bu stəkanın da sənin də uğurların bol olsun. Sağ ol. Sağ ol. İlkmə, Bəli. düzün denən, Yatın. narkotik özünün istifadən elədiyin vaxtlar öz tələbatı ödəmək üçün satışla məşğul olmusan. Yəni ki, 1 qram alım, satım, bölüm satım, oradan da yarım qramı mənim olsun, belə bir temalar olub. Nail, Mikrofona danışaq səs. mən bir kəlmə söz deyim. Mən imkanlı ailənin uşağı da olsaydım, mən ayısıva oturub gözləməmişəm, bir papa gələcək. Mən özüm diviziyonda hərəkətdə olan adam olmuşam. Ürəkli oğlan olmuşam. Mən qorxmamışam ki, bir gün sıraka gedərəm, neyniyərəm. Allahın şahidliyi, Allah kesin günahına. 5-6 ki, məhəldə bugünkü gündə toxumluq uşaqlar var ki, mən əgər bu şeylə məşğul olsaydım, mən ömür bu yaşında yaşım başım var, durub canlıda deməzdim ki, orada yazsınlar ki, nə qədər insanlar, nə qədər cəmaatın balalarını travit eləmirsən. Bir Allahın şahidliyi, bir də ki, mənim öz hürmətlərim olub. Bu axırın sikərəməz 8 il, 7 il canavar yuvasında yaşamışam. Qurban olma Allaha, şükür Allahın məsləhətinə. Onu da ki, mənim 132-134 püskü beklərdə mənim yaxşı dostlaşılarım olub. Mənim yanıma bir nəfər gəlib, qardaşım, verib pulu mənə, gedmişəm, almışam, istifadə eləmişik. Mənim olub, mən almışam, oyuna bir. Satmamısan da o Yox, Allahım şahid ki, mən əyləncə, hələ bir günən ki, mən bugünkü gündə oturduğum evdə demirlər ki, hökumətin qapısından çıxdı. Deyirlər ki, rəhmətli Bəxtiyanın qapısından çıxdı. Mənim ata ocağımda oldu. Anar, bəs sən istifadə elədiyin vaxtı olub ki, məcburiyyət qarşısında və yaxud da... Məsələn, müddət var da, uzandıqca period var. Birinci sənə deyirlər, rozu period deyirlər, çəhra dövründə. İşləyirsən, maşının, pulun falan, xarici görünüşün, normal şəkildədir, cəmiyyətin pul hardansı tapa bilirsən. Amma yavaş-yavaş bu dəyişiləndən sonra sən xarici görünüşünü itir, dostların səndən uzaqlaşır, pul tapa bilmirsən. Yəni, narkotik əldə eləmək üçün reallıq var da, ya bunu satmalısan, Bəli. ya oğurluq Ay, eləməlisən, sağ ol. ya valideynlərindən götürməlisən. Bu etaplar gedir də. Onun hamısını keçməlisən. Hə, keçirsən, amma axırda ya oğurluq eləməlisən, ya satmalısan. Çünki bunu səhər-səhər göyərçin dimdiyində gətirmir. Yəni bunun hərəsi 2 cür maddədir. Bunun səhər-səhər yuxudan durmusansa ağırda, sən bunu göyərçin, yəni dimdiyin pəncərəyə vurmur ki, gəl ağaç gətirdim. Sən səhər durub hərəkət eləməlisən. Ya axşamdan hərəkəti eləyib saxlamalısan. Bu, yəni biz illərlə bunu yaşayan adamlarıq. Bunu biz YouTube-dan, nə bilim, kitabdan oxumamışıq, bunu yaşamışıq. Ona görə ya satmalısan, satmaq bu necədir? Narkoman bəli, bax, nə satacaq? Götürür hansısa, məsələn, mənim əlim etibar edirlər mənə. Türmə görmüşəm, biraz hərəkət zat ora-bura. Mən hansısa bir əlim uzundur, lor dillə deyə. Sonra mənim əlim uzundur, kanalı götürürəm, gəlir 2-3 nəfər də qardaşlar atışırsan, düşür. O pul qazananlar başqadır. Məsələn, İranda oturur, mən o gün bir nəfər var, getmişdim, onu tutulmuşdu, nəsə söhbət getdi orada. Deyirlər ki, əl-arvadda oturublar İranda, milyonerdirlər. Heç nə eləmirlər. Sadəcə buna biznesi, başqa ölkədə onlar başqa dövrə, başqa burada qururlar biznesləri, belə dırnaq arası qazanırlar. Qazananlar amma yetim narkoman, nə bilim, ondan 10 manat, bundan 5 manat getdi, kanaldan götürdü, girdilər bir tonu istifadə elədilər. Yəni, bu başqa məsələdir. Yəni, burada bu pul qazanmır ki, canı deyir. Şahid, səndə necə olub? Olub ümumiyyətlə narkotik istifadəsi vaxtı? Yox, sizin çəkilişdə də ilk dəfə mən demişdim ki, mən 3 dəfə barega vurmuşam.
mən istifadə eləyə mən onunla mübarizə aparıram. Mən heç vaxt məndə elə şey olmur. Belə ola bilər ki, məsələn 3 nəfər atışmışıq, düzəltmişik, pul getmişik, ya olmuşuq, ölmüşük, belə olar. Amma sırf satış məqsədi olmuyor heç vaxt. Ən çox verilən suallardan da biri odur ki, canlıda getmir söhbət. Videolarının artıq 4 ildir bu mövzuda videolar çəkirik. Azərbaycana narkotik necə keçir? Bayaq mən dediyim kimi, yəni var işini sevən çox vaxt sual verir, dövlət deyir, şərait yaradır, mümkün deyil. Yəni Azərbaycanda qanunlar elə qanun az qalır ölümə, yəni bərabər tuturlar da, yəni narkotik. Yeni bir qanun çıxıb zakladka götürən yerdə səni tuturlar o narkotik. Onu tuturlar səni 3-dən 8-ə göstərir. Yəni dövlət, polis yanmır. Yəni gecə-gündüz işləyir. Necə keçir də? Sərhədlə mən deyərdim Sərhədlə ki, necə keçir? Amerika ilə Meksika necə bir dənə çəkilməyib hasar. Bir dənə dövlət elə bir hasar çəksə, hardasa bir 80% narkotikin qarşısını ala bilər. Bəs Azərbaycanda daxildə düzəlmir. O boş söhbətdir ki. hə, güya deyirlər ki, Mümkün daxildə yox, istehsal eləyirlər patını, kakosu. Yoxdur. Yəni hətta Azərbaycanda apteklərdə belə, məsələn mən Rusiyada, Ukraynada da orada narkotiklərin. Orada gedirlər apteklərdə dərmanlar var xüsusi. O dərmanları ev şəraitində onun tərkib hissəsini çıxardıb evin içində narkotik yaradırdılar. Bizdə hətta Azərbaycanda aptekdə elə bir dərmanlar yoxdur, elə tərkibli dərmanları satışı verir. Kömrükdən onu qoymurlar keçdilər. Bu ancaq yəni dolayı kurslar yollarından gəlir İrandan. Hikmət, sənin fikrincə necə keçir Azib? Sən bir uzun illərin narkotik istifadəçisi olmuş şəxs kimi nə deyə bilərsən? Vallahi mən pulum olub gəlib almışam. Mən zakladka zat bilməmişəm nə olan şeydir. Mən imkan olub vaxtında almışam 50 qram, 100 qram qoymuşam başımdan almışam. Yəni istədiyin qədər almaq olub da, ha? Hikmətin canı 35 il. Gün moment olub ki, üzr istəyirəm. Bir dənə kletka rasvati mən bir həftə bəs eləmir. Bir balon kisatı mən əli bir dənə 2 həftə bəs eləmir. Necə keçir bə Hikmət? Mən mən necə deyə bilərəm. Mən bir dənə onu bilirəm ki, mən heç həyatda anadan olmamışam. Bu binövr qədirdən bu olub. İndi bu 50 yaşım var, indi kimi görürəm. O sərhəddən necə keçə bilər? Hansı yolla da maraqlıdır? Oxşur nə bilim ata. Eşitməmisən indi çöldə bayır, çöl bayır aşağı olmusan. Sərhəd necə də televizdə görmüşəm də. Baraskor kaşlokda. Nə qədər keçirəcəksən? Hətta Varaskol kaşlokda nə qədər keçirəcəksən? 5 qram. 5 qram. Bəs Adam var 20 qram kesiyor. və bu yaxınlarda Şahir sənin sual verəcəm. Skuşonu malıqı kesiyor. Bu yaxınlarda tutulub bizim Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən baxdınız, baxmadınız. Dronla. Ha? Dronla. Drondan, yox, təzəlikcə 60 kilo marixuana və həm də patı, kakos, metamfetamin. Bax necə keçir Rauf Şahir? Sən də bir dünya görmüş. Mən inanmıram ki, tamojunda elə boşluq olsun. Yəni tamojda birbaşa keçirilə. Yəni fikirləşirəm qaçaq yolla. Qaçaq yoluna, yəni bu boyda kilolarla necə Bəli, keçir? qaçaq yolla. Olar. Bəli, sərhədlərdir. Məsələn, mən elə Azərbaycan ilə sərhədləri var ki, İranla mən keçirəm. Görürəm, ancaq məftildir bax belə. O tərəf görsəniz. Hansısa bir dolayı yollarla keçirirlər. Yəni İranlılar var ki, bugünkü gün mənə Instagramda yazırlar ki, elə bilirlər ki, mən də bu işdən məşğul oluram da, satışından, istifadəsindən. Mənə deyirlər ki, ürəyi nə qədər istəyir, yaz, mən harda, hansı məkanda istəyirsənə biz narkotik vasitə veririk. Karta pulvu göndər, şəklini atırıq, gedib istədiyin qədər malı götür. Bu da dostluq göndərirlər. Gündə daha blok atmaqdan bezmişəm. Bunda qarşısını almaq üçün, yəni izləyicilərə bildirirəm, o cür mesajlar gələndə xahiş edirəm, blokluyum. Hikmət, sənin ən çox elə suallardan gəlinsənsə, deyir, niyə açıqda oturub? Mən açıqda oturmuşam, çünki mən yay, qış açıqı taxıram. Mən əli bilginən ki, mən ki, öyrəşmişəm açıqıya. Yenə deyir, belənçi, yenə deyirəm ki, mən bugünkü gündə Allahım şahiddir ki, mən ayıqam, qurban olum Allaha. Mən o bəs eləyib. Mən heç kimi görə sağalmıram. Mən Allahıma görə sağalıram ki, səhər öləndə Allahımın hüzuruna təmiz gedim, ayıq gedim. İkincisi ki, mən sağalıram ki, evladım utanmasın dostlaşların yanında. Bu səkidən görəndə o bu səkidən qaçmasın ki, atam gəlir.
Mən evladıma görə sağalıram. Mənə fərq eləmir ki, kimsə inansın, kimsə inanmasın. Mən qeyd edirəm. Mən Allahım şahiddir ki, mən bugünkü gündə ayıqam. Allahın üzrünə qəbrə gedəndə ki, ayıq getmək istəyirəm. Bir də ki, Allah cəm ölənləri rəhmət eləsin, qalanları can sağ ömür versin. Anam atamın söz çox incidmişəm. Bugünkü gündə xəsəb olunan ruhu şad olsun ki, evladımız ayırdı. Minnətdarlığım mən sənədir, sənin valideynlərinədir. Allah sənin can sağ ömür versin. Minnətdarlığım həzəmdədir. Nə qədər mən Allah tərəfdən dəstək olan bəndələr var. Allah hamısının balalarını xoşbaxt versin, ürəklərinin arzusunu versin. Sağ ol Ayıq Kibanda. Dünyada Allah da- sənin də belə ayıqlığı daim eləsin, əbəd eləsin. De. Üzr istəyirəm Nail. Dünyada da, həyatda da nə qədər xəstə bəndələr var. Allah hamısına can sağlığı, ömür şəfa versin. Allah hamısının əzizlərini, valideynlərini, balalarını sevindirsin. Ölənlərin də ruhunu şad eləsin. Mən ancaq bunu deyə bilərəm. Əgər Hikmət kimi bir insan indi kadrlarda da göstərəsən, baxarsınız. Bu əgər 35 ilin narkomanı, ağır narkomanı, siz bunların dilində deyirsiniz, zuloy narkomanı sağalıbsa, bir ildən çoxdur, ayıqdırsa, narkotiksiz, içkisiz, həyat yaşayırsa, deməli bunu 5 il, 3 il, 2 ilin eləyən gənclər var ki, onlar bir qayda bilər. Nətərdir bu sözün dozası, logo falan? Əla. Verilişin adı necədir sözün dozası? Əla, uğurlarınız bol. Bax, sözün dozasıdır. Nə başa düşürsən, nə hiss edirsən, nə deməkdir bu sözün dozası? Sözün dozası da, yəni ki, ən belə mənalı sözlər orada da, sözün dozası. Mənalı sözlər də, mənalı suallar da orada. Sözün dozası. Niyə görə doza qoymuşuq da? Sözün gücü qoymamışıq, söz-söhbət qoymamışıq, doza. Çünki narkotika aid olan bir şeydir də, mənə başa düşür. Doza ancaq narkotika aid olur. Yo, doza ancaq narkotika aid deyil. Dozada çox bir şey var. Hə, niyə görə sözün dozası? Görsən, burada da bax, belə 3 dənə nöqtə qoymuşuq, burada. Şair, sən nə deyə bilərsən sözün dozası? Bir şairsən. O şairələri mən energetikamı bitirmişəm. Ona görə onunla əlaqələndirirəm. O 2 dənə sağdakı, soldakı. Yəni hikmətli söz kimi başa düşürəm da. Söz var, dağa mindirir, söz var, dağdan endirir. Təsirli sözlər. Bəli. Təsirli sözlər, hikmətli sözlər. Allah verdiyi neymətdir. Vermədiyi hikmətdir. Bəli. Ən birinci ailədir. Ailədə boşluq oldusa, Biz necədir? Bu sənəd üzərində təhsilə də ailədən çıxır gedir, İnsan həyata da faktoru ailədən var çıxır da. gedir. Qardaş, bu yəni məncə birinci ailədir. baxın, insan faktoru var da, məsələn, istəyir qanun tərəf olsun, gömrük strukturlarıdır, qoruyurlar sərhədimizi gecə-gündüz, polis əməkdaşlarıdır, qoruyurlar. Ya gedir valideyn tərəf. Burada insan faktoru var, yəni. Burada məsuliyyətsiz işini sevən də var, sevməyən də var, işinə pul kimi baxan da var, mənəvi tərəfdən də baxan. Bu bütün strukturlara aid deyil, ailənin içindədir. Yəni övladda məsuliyyətsiz, əgər deyil, övladını tərbiyə eləmək istəyirsənsə, birinci özünü dəyişməlisən. Əgər valideynin özündə məsuliyyətsizdir, yəni övladına düzgün yanaşmırsa, ümumiyyətcə mən belə fikirləşirəm ki, indiki zamanda Azərbaycanda psixoloqlara çox ehtiyac duyulur. Çünki nəyə görə? Çünki tərbiyənin növü dəyişməlidir. Bizim köhnə dədə-baba tərbiyə növləri var idi. Ata girdi, gözünü qaraltdı, uşaq oturdu, nə bilim, ana götürdü, oxloqla döydü. Bu proses gedib, indi inkişaf edib. İnsan düşüncəsi, beyni, yəni cəmiyyət, internet, yəni hər bir şey yəni inkişaf edir. Uşaqlarla sən uşağı döyməklə, qışqırmaqla, söyməklə sən bunu tərbiyə eləyə bilməzsən. Yəni ailənin içindən gələn məsələlər də belədir. Ona görə valideynlərin özləri də birinci növbədə psixoloqlara müraciət etməlidirlər. Övladını tanımalıdır. Valideyn övladını tanımır. Məsələn, mən reabilitasiya rəhbəri olaraq neçə illərdir valideynlərlə münasibətdəyəm, danışıram. Övladı mən tanıyıram da, danışır, bütün gün ərzində müşahidə edirik bunu. Bunun valideynlə mən danışıram, mənə elə gəlir ki, valideyn tamam başqa bir adamdan danışır. Övladını tanımır. Ya övladını mənə qələmə verir, mənim oğlum belə dağıdır, belə sökəndir, görürəm uşaq sakit, tərbiyəli, nə deyirsən eləyəndir. Ya eləsə olur ki, övladı əksinə dağıdandır, sökəndir, başqa cür. Çünki valideyn necə, yəni ya bunun təhsilindən irəli gəlir, bunun gördüyü tərbiyə növün öz övladına, bu da 50-60 il Sovet dövründən qalıb.
Mən valideynlə o gün danışıram, görürəm elə söhbət edir, amma müəllim, əmi, Sovet dağılıb, yoxdur, Qarbaçov zad ölür, yoxdur, vəsə. Bu dəqiqə demokratiyadır, 21-ci əsrdir. Sənin danışdığın məsələləri 50-60 il bundan qabaq həll edirlər. Bu dəqiqə inkişaf gedir. Sən biraz başqa cür yanaş, övladınla təmasda ol, danış, bunun istəkləri var, onları olması var. Nə istəyir bu uşaq? Bir bunun dərdini öyrən, ondan sonra sırası baltala bunu, kəskinlə, aşıla, söyüklə. Yəni, bunların hamısı nədən ilə gəlir? Valideynin özünün məlumatsızlığından. Hikmət, Bəli. sən valideynin sənlə necə maraqlanırdı? Yoxsa başı qarışmışdı, belə deyim, öz işlərinə, güclərinə sənlə maraqlanmırdılar? Yox, mənim valideynlərim həmişə mənə qarşı diqqətli olublar. Prosta ki, mən bir dənə hələ bilginən ki, həmişə onlardan xahiş eləmişəm ki, məni kontrolda saxlamayın. Sizə qurban olun, başınıza dönün. Mən belə Sıxmasınlar. üzr istəyirəm. Mənim atamın o ay Allah kes günahımdan üzr istəyirəm hamısından. Mənim atamın eləncə imkanı olub demişəm ki, sən heç bir dənə spika çəpində lazım deyil mənə. Amma məni rahat burax ki. Qurban olun, başına dönün, məni rahat burax ki. O da axırda gəlib belə olub, ha? İstəmirəm, Çox da buraxanda belə olur da. Vallahi. Ona görə övladı tanımalısan. Yəni necə? Ya hiperopeka deyirlər, yəni aşırı dərəcədə sən bunu sevgi göstərsən. Yəni bu dəqiqə necə gedir? Çox mən fikir verirəm. Ya aşırı dərəcədə sevgi göstərir, ya aşırı dərəcədə sıxır. Yəni o qızıl ortalıq var, onu tuta bilmir. Çünki nəyə görə valideyn məlumatsız. Neynəsin? Yazıq valideyn də onu görür də. Yəni bu gözün açığı belə böyüyüb, gəlib çıxıb 21-ci əsrdə demokratiya. Amma biz nə bilim nəfslə mübarizə məsələlərinə gəlib çıxanda bunlar nə görürlər? Bir dənə şam işığı, bir dənə televizor olub, kəlbətin nəzarindən ASTV-zadı çeviriblər. İnternet olmayıb, telefon olmayıb, klublar olmayıb, belə olmayıb, o bir dənə kənd yeri. O həmin o kənddə nə bilim Bakının hansısa bir məhəlləsində gördüyü bir tərbiyə növü strukturunu gətirib indiki 21-ci əsrdə yeritmək istəyir indiki gənclərə. O da ortada nə olur? Görürsən valideyndən bezib deyib, qardaş, düzdür, Hikmət də biraz köhnə pokoleniyadır, amma indikilərə o girmir. Nə olur? Valideynlə övlad arasında körpü qırılır. Olurlar yad bir insanlar. Şair, sizdə nətər olub? Ailə tərbiyəsi, ailə nəzarəti necə olub? Mən müəllim ailəsində böyümüşəm. Bizdə güclü olub nizam-intizam. Bacılarım da, mən də ali təhsilliyik. Bilirsən sən. Siz aram bitirmisiniz? O vaxt Neft və Kimya İnstitutu idi, indi Neft Akademiyasıdır. Maraqlıdır. Elə bir ailə, mən deyirəm ailə, bu da belə gözəl bir ailə, tərbiyəli bir ailə. Ailədə yəqin boşluq olub hardasa. Məni çox tək oğlan olduğuma görə çox əzizləyiblər. Yəni o da ana tərəfdən olub, həmişə müdafiə edirdi məni. Amma atam çox ciddi adam olub bizə qarşı ümumiyyətlə. Yəqin ki, onun nəticəsidir. Həbsxanada neçə il olmuşsun şair? 22 il. 22 il, görürsən. Ana, ata belə, ailə, övlad isə belə. Sağdılar? Yox, rəhmətə gedib hər ikisi. Saç ki, sənin bu gününü görərdilər. Rauf çox dəyişib də, çox həddindən artıq. Nə vaxt yığıram, evdədir, oturur, bəli, xeyir. Amma Raufu çəkiliş eləyəndə araqdan, spirtdən içmişdi, türmənin jargonlarından, sözbətindən, yəni adıma gəlir. Onlar hamısı qaldı geridə. Allah hamımızdan razı olsun. Kimin ki əziyyəti olub, mənim sağalmağımda hamısına dərin təşəkkürümü bildirirəm. Çox razıyam sizdən. Şair bir şeir deyəsən. Mənim gözüm üstə. Nəyinə vuruldum? Bilmək istəsən, bir dəfə güzgüdə bax gözlərinə. Məndən günahları silmək istəsən, bütün günahları yıx gözlərinə. Gözlərin qaradır taleyim kimi, o gözlərə verdim mən hər şeyimi. Al qara bəxtimi, kör taleyimi, sürmə əvəzinə, yax gözlərinə. Neyləyim, gözlərin canım alıbdır, məni bir sağalmaz dərdə salıbdır. Bu gecə ürəyim səndə qalıbdır, onu möhkəm-möhkəm, sıx gözlərinə. Mən sənə vuruldum, niyə? Bilməsən, könlümün qapısını döyə bilməsən, dilinlə sevirəm deyə bilməsən, astaca dilindən, ax gözlərinə. Yeni söz istəsən qurbandır sənə,
Sevgidə iz desən qurbandır sənə. Bir göz istəsən qurbandır sənə. Çıxart gözlərini, tax gözlərini. Bax. Çıxart Gözlərini, tax gözlərini. Də almışlar. Hikmətdən almışlar. Əla. Şahizən halaldır. Allah kömək olsun. Bundan sonraki həyatında uğurlar bol-bol olsun. Mən və bizim dostlarımız, sənin üzərində əziyyətli olan dostlarımız, hətta bizim generalımız, şəhidimiz Polad Həşimovun bacısı, bizim bacımız baxıb sənə fəxr eləsin. Çünki o da imkanlı dərəcədə sənin müalicəndə yardımı olub. Əllərindən öpürük, şəhidimizin ruhu qarşısında baş əyirik, fəxrimizdir bizim. Bax, elə insanlar baxıb sənə desinlər ki, halal olsun. Hikmət də həmçinin anası, atası rəhmətə gedib. Onların da ruhu bugünkü gün şaddılar. Bəli. Allah cənnələrə rəhmət etsin, qalan valideynlərə can sağlığı versin. Bəli. Düzdür, gərək belə olmazdı. Amma indi fərqsiz olmuşam da. Yaxşı idmançı olmuşam. O vaxtı idmançı görürdüm də, mənim yan yörəmdə olan idmançılar biz başqa bir şey meyliydik. Onu ki biz istəyirdik, yəni ona da nail olduq, axırdı ki de bu. Şahin neçə yaşın var? Sual verirlər. 60 yaşım oldu mənim. 60. Səndə Hikmət? 53. 53. Anar müəllim, qayıda bilərlər yenidən. Yəni çox O bayaqlarını söhbət elədi ya. Kontrol məsələsi. kontrol məsələsi. Ola bilər bunlarda. Yəni kontrol eləyim, hər ildə bir dəfə araq içim, ildə bir O dəfə. fikirlər gəldisə, amma insan birinci növbədə necə olur? Hal-hazırda baxıram Rauf qardaşımıza, yəni məqsədləri var da, hədəfləri var, məqsədi var, plan üzrə hərəkət edir. Yəni insanın əgər həyatında planları çox vaxt necə olur? Ertəliyirsən, dəyişir. Bu tək asılı insanlarda yox, bir çox insanlarda var. Hər şeyi sab eləyərəm. Hansısa bir şey səhər əgər yuxudan durdunsa, sən həyatında yeni nəsə addımlar atırsansa, nəyəsə doğru gedirsən ki, əlbəttə ki, sən həyatın dəyişir və başlasan hər gününü sevməyə. Biz hal-hazırda Sağlam Addım Reabilitasiya Mərkəzindəyik. Onu da qeyd edeyim ki, Sağlam Addım Reabilitasiya Mərkəzi artıq 3 ildən çoxdur fəaliyyət göstərir və yüzlərlə, minlərlə nəticələri var. Bizdə tək narkomaniya yox, həm qumar, həm də ki, alkoqolizmdən əziyyət çəkən xanımlara da köməklik göstəririk. Mən 13 il narkoman olmuşam. Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. 2 il Sağlam Addım Reabilitasiya Mərkəzində sağalmışam. Artıq 1 ildir burada proqram rəhbəri olaraq çalışıram. Demək istəyirəm ki, sağalma mümkündür, yetər ki, sən istə. Valideynlər bizə müraciət edə bilər, konsultasiya pulsuzdur. Əziz izləyicilər, biz hal-hazırda canlı yayım TikTok platformasında canlı yayımdayıq və suallar veriləcək. Bu suallara da cavablandıracağıq. Elə söhbət eləyə-eləyə sualların çoxu hal-hazırda indi canlı yayımdayıq da Hikmət. Bəli. Bizə nə sual verirlər? Deyirlər Hikmət yenə istifadədədir. O niyə elə oturub? O niyə duruşu? Niyə elədir? Çünki mən daha bundan sonra mənim fikirlərim belə qurulub. Bundan sonra daha mən çönsəm ki, baş gözür olmuş kulturunu, solidni, o ki, mənim üçün elə bir mən maskada olaram da. Çünki mən ki, Allah talı belə yaradıb, qurbanım Allaha. Normal bir otura bilməzsən, normal duramazsın. Oturaram. Hədə yəni. Bunu mən ki, daha beləyəm də, qurbanım Allaha. Valla. Sonra sual verirlər, niyə kökəlmir Hikmət? Kökəlmir ki, neynəməliyəm yəni. Kökəlməlisən. Yiyirəm, qurbanım Allaha, nə var, şükürlər olsun Allahın hər bir nemətini. Yiyirəm də, belədir də, neynəməliyəm də. Hikmət, neçə vaxt ayıqsan? Yəni 1 ildən çoxdur. 1 ildən çoxdur. Bəli. Şükürlər olsun Allaha. Nə marihuana, nə araq, nə heç nə. Heç nə. Allahım şahiddir. Nə işlə məşğulsan bugünkü gün? Gedirəm, səhər tezdən üzü sürəm, dururam, gedirəm ibadətimə. Gəlirəm, otururam bir çay suda özüm üçün. Oradan da gəlirəm, otururam da Yunus günə özüm. Otururam çayda içirəm heyətdə. İstifadə müddəti neçə il olub səndə? 35 il. 35 il Bəli. ağır narkotik Bəli, vasitələrdən bəli, istifadə bəli. eləmisiniz. Bəli. Yəni bu sualı olar mı daxil? Buyurun, yəni, buyurun. o sualı verəndə bu işlərdən başlasın. 35 il istifadə edən insanın kontrol mümkündür. Bu adamın yəni orqanizminə allergiya xəstəliyi başlayır da. Yəni bu elmdə elə deyirlər, allergik xəstəlik reaksiya verir bədəndə.
adicə bir dənə dərman, bir qaşıq araq bunun, yəni orqanizminə getsə, bu adam heç burada rahat şəkildə oturamaz. Bu dəqiqə hardasa çöldə divijeniyadadır. 5 səndə 10 məndə bari qapısında narkotik axtarır. Əgər illərlə bu adam gəlir, belə cəmiyyətdə oturursa, hamı ilə söhbət normal isə, prosta ola bilər də, yəni insanın daha deyək içmə, nəşə çəkmə, içki içmə belə də oturma. Yəni uje indən belə 50 yaşı var kişi. Bunu sən solidli belə məktəb uşağı eləməzsən ki. Hikmətçi harda qalır səndə Bunu da lazımda? əlindən Allah üçün sərbəstlikdən. Ha? Zəncirdə, Patandardda. Yəni reabilitasiya mərkəzində də Bəli. çıxırsan çölə, gəzirsən ürəyin istəyən kimi qayıdıb gəlirsən. Mən bilirəm, onu prosta istəyirəm ki, izləyicilər də bilsin. Çoxu məndən sual verir ki, Hikmət yaxşıdır, ayıqdır. Əgər deyir ayıqdırsa o, şeyə bax da, deyir əgər ayıqdırsa ona deyir halal olsun. Sadəcə olaraq Hikmətin hərəkətləri, İllərlə nə bilim, duruşu, oturuşu biraz insanlarda inamı itirir. Əsas lazım olan Hikmətin özü üçündür, elə Hikmət? Mən bugünkü gündə heç kimi görə yox. Mən Allahım şahiddir ki, mən ayıqam bugünkü gündə. Mən bir də sağalmağım nədir ki, Allahın üzrünə qəbrə gedəndə təmiz gedim, ayıq gedim. Bir də ki, mənim evladıma görə sağalıram. Qurban Allah. Beləncə də ki, mən itirəsə heç nəyim yoxdur. Səmimi insanam, sadəyəm. Mən rahatsızlığımı sevən adamam. Bu deyir ki, mən beləncə oturmuşam, beləncə danışıram. Belə rahatdır da sənə. Mən belə rahatdır. Rahat, sənə necə rahat elə də oturur orada. Beləncə, necə ki, beləncə mən hər bir günə oturmuşam və belə danışıram, demək mən istifadə edəyəm. Sual verirlər ki, Hikmət, nə ilə dolanırsan, necə dolanırsan? Allah dolandırır, şükür Allahın varlığına. Allah cicəm yaxşılara can sağlığı ömür versin. Allah necə dolandırır misal üçün də? Dolandırır da, yaxşı qardaşlar var, qürət eləyirlər. Deməli, bizim həm də gözəl qələmi olan şairimiz Rauf Vahirli, mən onu çəkiliş eləyəndə ilk dəfə dedim, səni necə tanıyırlar, necə deyirlər, belə deyir, Paganiala deyək də, hə? Həbsdə də olmuşsan. Dedi, Pişik Rauf. Pişik Rauf niyə? Dedi ki, pişik kimi türmədə Çox cəld olmuş. cəld olmuşsan. İndi onu üstünə xətt çəkək, artıq sən o həyat gerdə qaldı. Ha, Anar müəllim? Bəli. Yeni həyat. Artıq sən vahidlisən. Sən necə oldu? Həm narkoman, narkomaniyadan sonra oldun alkoqolizm. Son dəfə 2023-cü ildə Aha, özümlə bacara bilmirdim də narkotiklə. aha. Mən tutuldum. İnanın ki, tutulanda sevindim bir yandan ki, gelib içəridə tərkizəcəm. 1 il 6 ay içəridə oldum, istifadə eləmədim. Heç nə də təmiz. Çıxdım, indi mən onda bilmirdim də, əvəz eləyirəm, nə edirəm. Əsas fikirləşirdim ki, mən narkotik istifadə eləmirəm. Başladım içki içməyə. Sonra oldum içkidən asılı. Artıq özümlə bacara bilmirdim. Sonra ayrılmaq, ailə, zat hamısı düşdüm çöllərə. Başladım çöllərdə yaşamağa. Orada, burada, sonundakı sizə rast gəldim, Allah köməyiniz olsun. Onu bilirəm ki, yəni mən 50 dəfə tərgizmişəm. İçkini də, narkotiki də, öz başıma da evdə. Biz deyirik, suxoy çıxdıq. Bəli. 6 ay, 5 ay, lap olsun 1 il. Amma mən belə vəziyyətdə olmamışam heç vaxt. Rahat, 1 ildən çoxdur artıq. Mən o başa düşdüm ki, məsələn, əgər insan təmiz qalmaq istəyirsə, ayıq qalmaq istəyirsə, birinci növbədə köhnə pavideniyalar deyirik biz. Keçmiş vərdişləri tərkizməlidir. Yeni bir adam dünyaya gəlməlidir. Yeni bir Rauf yaranmalıdır. İkinci deyilənlərə əməl eləməlisən, qranitsaları qorumalısan. Mənə 1 il qoymuşlar qranitsa, artıq 1 il keçir, mən yenə o qranitsaları qoruyuram. Çünki bu mənim özümə lazımdır. İndi Allah kömək olsun, Əkbər Cəfərova buradan dərin təşəkkürümü bildirirəm. Əkbər müəllimə mən də minnətdarlıq bildirirəm. Həm də Anar qardaşımızın dostudur. 12 adlı reabilitasiya mərkəzi rəhbəri və onun komandasına Raufu təmənnası müalicə elədi, göndərdi cəmiyyətə. Bəli. Yəni, Əkbər müəllim mənim arxamca düşəsi deyir ki, bütün günü. Mən oradan çıxandan sonra mənim özümdən asılıdır. Yəni,
Pastiyan Əkbər Neçə vaxt ayıqsan? Yəni belə Bir deyək il. müalicə almısan? 1 il 1 aydır. 1 il 1 aydır. Maşallah. Mən inanmıram ümumiyyətlə də bir alkoqol müalicədən çıxıb həyatda 1 il 1 ay heç nə istifadə eləmədən, pivə içmədən dura bilsin, hə? Yəqin siz məni təsdiqlərsiniz. Bəli, məsələn, baxın, alkoqolizm belə deyək də ən ağır xəstəliklərdən biridir. Asıllığın növləri var da. Bunlardan ən ağırı alkoqolizm. Nəyə görə? Çünki hansısa bir narkoman gedib hansısa bir maddəni əldə etmək üçün müddət gedir də, gedir pul tapmaq, belə də doğru kanal tapmaq, bariqa tapmaq, yəni bu etapları keçən kimi, bəli, problem. bu etapları keçənə kimi sən bir insana rast gələ bilərsən, səni sağlam düşüncəyə qaytarır, ya kiməsə zəng edə bilərsən, hardasa müddət tələb edir. Amma alkoqolizm elə ki, sənə o istək gələn kimi girdin dükana 1 manat, 50 qəpik verdin, aptekdə bir dəqiqə moddur gedib 70 qəpik verirlər, aldı kişi. Və bununla da pozulur təmizdir. Gördüyünüz studiya, gördüyünüz kameralar, gördüyünüz işıqlar, bunların hamısı puldur. Bu pulun da arendaya götürülməsində elə Anar müəllim özü dedi ki, mən dəstək oluram sənə, mən bir reabilitasiya rəhbəri kimi dəstək oluram. Mənim özümün reabilitasiyaya gəlməyində sənin ən böyük rolun olub. Yəni çünki mənim valideynlərim sənin YouTube kanalından görürlər ki, belə yəni valideyn necə də əlində olan hər bir resursdan istifadə edir ki, övladı sağalsın. Mənim də 40 yaşına kimi daha nə bilim dünyada elə bir növ qalmamışdı ki, məni sağalsın, mümkün deyil. Axırda yəni sənin kanalından görüb məni də yönətmişdi. Ona görə mənim mənəvi borcumdur. Sual verirlər ki, Rauf indi neyini yeyir, nə ilə dolanır, nə yeyirsən, nə içirsən, harda qalırsan? İndi sağ olsunlar maraqlandıqlarına görə Allah kömək olsun hər birinə. İndi mənə icazə verirlər məclislərə getməyə. Əvvəl mənə qadağa qoymuşlar içki məclislərinə. İndi icazə verirlər, gedirəm. Sağ olsun dostlar, qohumlar kömək edirlər. Yəni görürlər ki, düz yoldayam. Qohumların artıq münasibətlərin bərpa olur. Yavaş-yavaş. Kimli qohumlardan? Mən tanıyıram, bilirəm, ona görə deyirəm. Bacıların dəstəyi olurlar. Başqa heç kim Başqa əmim oğlu var, sağ olsun. olur. Moskvadan bəli. Ailənlə, həyat yoldaşından barışdın, Yox. barışmamısan. Sən həm də sevgi şairisən də. Belə tanıyırlar. Kitabından çox gözəl şeirlər belə deyim də var. İzləyicilər alıb oxuya bilərlər. Qiyməti neçədir şair? 10 manat. 10 manatdır. Almaq istəsən, kim istəsə müraciət eləyər. Şairin nömrələrini qeyd eləyəcəm. İndi ayıqsız da. Ayıq başla şeir yazmaq sizin üçün xoşdur, yoxsa hallı başla? Valla biraz sualdır. Əslində hallı başla. Amma ki çalışıram ayıq başla tutam, o təbi tutam. Mənə elə gəlir ki, pis alınmır. Bunlar hamısı ayıq başla yazılır. Kitabdakılar ayaq başla yazılır. Bu 1 il ərzində reabilitasiyadan başlamış bu günə qədər hələ bu qədər də evdə var. Kitab çıxandan sonra yazmışam. Yəni mənə elə gəlir ki, getdikcə alışıram ayılığa. Həmin təbi tuta bilirəm. Bax, Anar müəllim 3 ildir hə, sizdə reabilitasiya fəaliyyəti. 3 ildir. Deyə bilərsiniz neçə faiz sizdə bugünkü gün sağalmış insanlar Bax, məsələn, mən cəmiyyətdədir? statistikanı belə götürürəm də 10 nəfər məsələn çıxırsa, bundan 2-3 gedir istifadəyə. 6-sı 7-si ayıq qalır. 70%, 60%. 3 il yarım, 2 il 7 ay, 2 il. Mən nəticəni 2 illə hesablayıram əslində. Çoxdur uşaqlarımız, hal-hazırda bəlkə canlıda da izləyibsə yaza da bilərlər. Yəni bölgələrdə çoxdur bizdə. Yəni sağ, ayıq qalanlar daha çoxdur. Bəli, ayıq qalanlar daha çoxdur. Çünki nəticə verir. Azərbaycanda reabilitasiya mərkəzində tək bizim yox, Azərbaycanda yetərincə reabilitasiya mərkəzi var. Savadlı, gözəl reabilitasiya mərkəzləri var ki, hansı ki, onların nəticələri var. Verirlər hamı. İşin bilmən insanlar var, hansı ki, pula görə gəlir, girib istifadəçi olmuyor, biznesmendir, girib reabilitasiya mərkəzi açır, pul qazansın. Yəni o elə bir şeylər var ki, onu hiss eləmir axı valideynə qarşı münasibətdə, sağalma prosesində onu hiss eləməlisən. Sən həm mənəvi tərəfdən, həm bu tərəfdən başa düşməlisən. Reabilitasiya mərkəzlərində həkim olmalıdır yoxsa yox? Həkim, yəni belə deyək də, indi gəlin sual verək. Bir dənə həkim gəlsin, Azərbaycanın ən güclü həkimi desin ki, mən bir dənə narkomanı sağaltmışam, adam 2 ildə ayıqdır.
Gəlsin bir də narkoloq otursun burada bizlə. Bilirsən, gəlsin. Var elə həkim bir dənə Desin ki, yazsınlar, mən bir dənə- müraciət eləsinlər. Gəlsin bir dənə güclü Azərbaycanın ən güclü psixoloqu gəlsin desin ki, mən bir dənə narkomanı sağaltmışam. Da siz necə bir ayın, 2 ayın yoxu, yəni 20 ilin. Həmin kimi, mənim kimi. Amma elə psixoloqlar var ki, kitab yazıblar. O sahə başqadır, amma bizim kimyəvi asıllıq üzrə gedirsə, bu asıllıqdan gedirsə, yəni bunun nəticədə əsas gəlsin desin ki, mən bir dənə narkomanı sağaltmışam, vəsə. Biz kapitulyasiya olaq, onun yaratdığı proqramla gedərəm mən. Üzr istəyirəm. Buyur. Müraciətim var mənim. Buyurun. Mənə tez-tez yazırlar, soruşurlar, maraqlanırlar ki, reabilitasiya mərkəzlərində cəza vermək, döyülmək və yaxud başqa şeylər. Yəni buradan tam arxain deyə bilərəm ki, valideynlərə. Məsələn, mən keçdiyim yerdə elə bir şey olmuyor. Hamı bir-birinə qardaş kimi, can deyib, can eşidirlər. İndi də əlaqə deyə. Yəni bir dənə onu demək istəyirəm ki, gətirin, nə qədər gec deyil, gətir cavanları müalicə alsınlar. Mümkündür sağalmaq. Bəli, mümkündür. Hikmət, səni döyüblər reabilitasiyada heç? Mən də onu deyə bilərəm ki, vallahi billahi, mənim başım üstə Allahım var. Dünyanın hansı yeri geyirsən gedginə, necə hörmət qoyarsan, elə də hörmət görərsən. Mən Həcəmidə orada konstantlardır, rəhbərdir, sən var qardaşım, böyük minnətdarlığım, böyük təşəkkürlərim var sizin hamınıza. Mən orada nə incitiblər, nə bir şey. Mən daha da orada and olsun Allah qayğı görmüşəm. Allah Yunusun da balasını saxlasın. Yəni döyməyiblər. Vallahi mən elə şeylər görməmişəm. Terapiya falan olmuyor. Vallahi mən görməmişəm elə şeyləri. Özümdən mən görməmişəm elə şeyləri. Mən böyük minnətdarlığım var vallahi. Sonradan mən görürəm ki, sonda sevgi qalib gəlir. Yəni sənə göstərdiyin qayğı bunu utandırır. Həm də ki, mənə əsasən həmişə o sualı verəndə deyirəm ki, mən reabilitasiyada mən keçəndən sonra mən rəhbər ona çöldə lazımdır. Mən əgər o insana qarşı onu aşılasam, sındırsam, psixoloji vəziyyətini pis baskılar etsəm, bu adam məni çöldə axtarar, yox. Bizə baxan izləyicilərə də təşəkkür edirəm. Sizin də fikirləriniz bizim üçün önəmlidir. Yəni videonun altında rəy bölməsində öz fikirlərinizi yaza bilərsiniz. Narkotiklə, narkomaniya ilə mübarizədə ən güclü yol hansı yoldur? Ən güclü silah hansı silahdır? Yazın maraqlıdır fikirləriniz. Sağ olun, sözün dozasının növbəti buraxılışında görüşənədək.